200 ildən sonra Azərbaycanın bu hüquqa, bu xoşbəxt bir dönəmə daxil olması bizim üçün olduqca əhəmiyyətlidir və qeyri-hökumət təşkilatlarının inkişafında da ciddi mərhələ başlayıb, çox ciddi bir dönəmə bir qədəm qoymuşuq. Məhz kifayət qədər ciddi layihələr, ciddi ideyalar artıq qeyri-hökumət təşkilatları tərəfindən daxil olur. Məhz qeyri-hökumət təşkilatlarının bilirsiniz ki, Şuşada həmin o ekoloji demək aksiyadan başlayan bir bizim tədbirlərimiz, toplantılarımız məhz Azərbaycanın Qarabağın demək olar ki, tamamilə azad olunmasında da öz töhfəsini vermiş oldu. Və mənim də rəhbərlik elədiyim sosial strateji tədqiqatlar və analitik araşdırmalar İctimai Birliyi bu prosesə rol oynayır, bu prosesə dayanmadan çalışır. Biz artıq davamlı olaraq Qərbi Azərbaycana qayıdış konsepsiyasının həm beynəlxalq, həm yerli səviyyədə tanıdılması ilə bağlı, konsepsiya sənədinin əhəmiyyəti ilə bağlı çox ciddi işlər görürük. Məhz Qarabağa qayıdış və eyni zamanda Qərbi Azərbaycana qayıdış prosesləri məhz bizim suverenlik əldə etdikdən sonra, suverenliyimizə qovuşduqdan sonra həm də bu suverenliyin Konstitusiya qanununda təminatının olduğuna görə baş verir.